Tikinti sahəsində öz yenilikləri və nüfuzu ilə fərqlənən Akord Sənaye Tikinti İnvestisiya Korporasiyası 60 nəfərlik heyətlə Quba məzarlığına gedib. Xocalı 2 saylı məktəbin şagirdləri və Xocalıdan olan şəhid ailələrinin üzvləri şirkət nümayəndələri ilə birgə Qubada olublar. Tikinti sahəsində öz yenilikləri və nüfuzu ilə fərqlənən Akord Korporasiyasının nümayəndələri Quba məzarlığını ziyarət ediblər. Şirkətin əməkdaşları 31 mart soyqırımı ilə əlaqədar olaraq bir neçə ildir ki, arzulu olaraq Quba məzarlığına gedir. Bu ildə istisna olmayıb. Şirkətin nümayəndələri qarşılarına məqsəd qoyublar ki, mart soyqırımı haqqında məktəblərə məlumat versinlər. Ona görə də bu dəfəki səfər zamanı şirkətin əməkdaşları Xocalı 2 saylı orta məktəbin şagirdləri və Xocalıdan olan şəhid ailələrinin üzvləri ilə birlikdə olublar. Akord Sənaye Tikinti İnvestisiya Korporasiyası 60 nəfərlik heyətlə məzarlığa gəlib. Onlar məktəblərə mart soyqırımı haqqında məlumat veriblər. Akord Sənaye Tikinti İnvestisiya Korporasiyasının sözçüsü Afaq Quliyeva bildirib ki, bu qəddarlığı dünya birliyi görməlidir. Qoy hamı bilsin ki, ermənilər Azərbaycanlılara qarşı belə qırğınlar törədib. 3 ildir ardıcıl olaraq biz korporasiyamızın nümayəndələrini və Xocalı şəhərindən olan, yəni artıq Bakıda məskunlaşmış Xocalı 2 saylı orta məktəbinin kollektivini və orada yaşayan şəhid ailələrini Quba soyqırımı abidəsinə gətiririk. Yəni bu bizdə bir ənənə halını alıb, yəni rəhbərlik tərəfindən bu bizə bir tapşırıq verilib. Yəni bu unutqanlığı bir dəfəlik son qoymaq lazımdır. Məktəblilərlə məzarlığa səfər etməyin faydası da böyük olub. Belə ki, onlar canlı olaraq skeletləri görür və həmin hadisələrin dəhşətləri haqqında təsəvvür yaranır. Bunu məzarlığa gələn şəhid ailələrinin nümayəndələri də təsdiq ediblər. Biz buna baxanda elə bilirik ki, həmin günü təzədən yaşadıq. Çünki bizim də Xocalıda belə bir hadisələr törəndi. Bizim də əhalinin bax beləcən, yəqin ki, nə vaxtsa Xocalı alınsa, oradan da belə toplu məzarlar çıxacaq. Mən ikinci dəfə elə bikin 26 fevralı ikinci dəfə yaşadım. Çünki həmin hadisə günü, hadisənin şahidi kimi, şəhid ailəsi kimi ən yaxınlarımı Xocalı hadisəsində itirmişəm.